Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Amma ba'd. Şerh-ü Sünne Berbahari kitabının şərhinə davam edirik. Və müəllif buyurur ki, cənnətə və cəhənnəmə iman. Deyir ki, cənnət də haqdır, od da, cəhənnəm də haqdır və onlar cənnət və cəhənnəm artıq yaradılmışdır. Yəni bu kəlmədən də bir növ mötəzilələrə və cəhmiyyələrə rəddiyədir ki, onlar deyirlər ki, hələ cənnət, cəhənnəm hələ yaradılmayıb, yaradılacaq. Və İmam Əl-Bərbahari deyir ki, onlar artıq yaradılıblar, cənnət də, cəhənnəm də. Cənnət deyir, Əl-cənnətu fis-səmai səbiə. Cənnət göyün 7-ci qatındadır və onun da üzərində onun tavanı ərşdir. Cəhənnəm isə 7 qat yerin altındadır və onlar yaradılıblar, məxluqdular və Allah Taala cənnət əhlinin sayını bilir. Və kim cənnətə girəcəksə Allah Subhanahu wa Taala bilir. Çünki Allah Taala'nın bilmədiyi bir şey yoxdur. Allah Subhanahu hər bir şey bilir və hətta cənnətə kimlər girəcək və cənnət əhlinin sayını da və həmçinin cəhənnəm əhlinin sayını da Allah Taala bilir. Və onlar cənnət və cəhənnəm əbədidir. Yəni heç vaxt yox olmayacaqlar. Bəqauhuma ma'a bəqaillahi əbədəl əbəd. Yəni Allah Subhanahu wa Taala Allah Taala'nın əbədi olması ilə onlar da əbədidir. Adəm deyir aleyhisselam cənnətdə idi və oradan Allaha asi olduqdan sonra çıxarıldı. Və bu məsələlərin indi şərhini oxuyacağıq inşallah. Deyir ki, imanın ərkanlarından biri də qiyamət gününə, ahirətə iman gətirməkdir. İmanın rükunlarından, ərkanlarından biri nədir? Ahirətə iman gətirmək. Cənnətə və cəhənnəmə iman gətirmək də ahirətə imana daxildir. Və humə dərul cəzə. Və bir növ insanın etdiyi əməllərin əvəzi olaraq onlara hazırlanan ya cənnətdir, ya cəhənnəmdir. Fəl-mu'minunə fil-cənnə. Möminlər cənnətədir. Hansılar ki, Allah Taala onlara, müttəqilərə oranı vəd eləyib. Kafirlər isə oddadır. Çünki onlara cəhənnəm vəd edilmişdir. Dünya həyatı isə nədir? Bir növ əməl diyarıdır. Əməl etmə diyarıdır. Ahirət isə orada əməl yoxdur. Artıq əməllər bağlandı. Orada etdiyin burada əməllərin bir növ əvəzi olan bir diyardır. Kim deyir cənnətə və yaxud cəhənnəmə iman gətirməzsə o insan kafirdir. Lənnəhu ləbudə ən yeşmələl iman mə kulli mə sahhə fil yevmil axir. Çünki ahirətə iman məsələsində cənnət və cəhənnəm də daxil və ahirətə iman məsələlərinin hər birinə iman gətirmək lazımdır. Yəni ahirətə iman məsələsinə daxil olan hər bir şeyə iman gətirmək vacibdir. Və bunlardan da cənnət və cəhənnəmdir. Və Quran-ı Kərimdə bir çox yerdə bu haqda ayətlər var. Allah Subhanahu taala cənnət haqqında, cəhənnəm haqqında bir çox ayətlərdə bizə xəbər verir. Möminlərə cənnətin vəd edilməsi və kafirlərə, asilərə cəhənnəmin əzabı, bu kimi ayətlər artıq var. Cənnət və cəhənnəm artıq var, yaradılıb. Və buna dair dəlillər çoxdur. Və həmçinin Peyğəmbərimiz sallallahu aleyhi və səlləm deyir ki, İnnə şiddətəl harri min feyhi cəhənnəm. Şiddətli o isti haqqında, yəni havaların isti keçməsi, şiddətli isti haqqında Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, bu cəhənnəmin bir növ hərarətidir, cəhənnəmin istisidir. Və digər bir hədisdə Allah Resulü sallallahu aleyhi və səlləm deyir ki, cəhənnəmin 2 nəfəs alması var, 2 nəfəs alması haqqında deyir, həm yayda və həmçinin qışda. Yay və qış fəsillərində cəhənnəmin nəfəs alması. Buyurur ki, və nəfəsən fiş-şitə və zəlikə şiddətül bərd. Və deyir Allah Resulü sallallahu aleyhi və səlləm deyir, çox soyuq olanda, şiddətli soyuq bu cəhənnəmin bir növ nəfəs almasıdır. Və həmçinin şiddətli isti də və zəlikə şiddətül bərd fəhuvə min zəmhərir cəhənnəm. Və o da cəhənnəmin zəmhəririndəndir. Zəmhərir nədir? Şiddətli soyuq. Və Quran-ı Kərimdə də ayətdə var. Yəni Allah Subhanahu taala o əzabın bir növü, cəhənnəm əzabının biri də zəmhərirdir. Yəni şiddətli soyuq. Tək isti deyil orada. Od deyil. Bəzi adamlar var deyir ki, mən isti xoşlayıram. Elə mən gelib orada qızınacam. Yox, elə soyuğu da var. Soyuqla da əzab var cəhənnəmdə.
Və dəllə alə ənəhumə mövcudətən və bu ayətlər, bu hədislər dəlalət eləyir ki, artıq cənnət və cəhənnəm mövcuddur, var, yaradılıb. Onlara və vəkkələ bihimə mələikə, Allah Taala mələkləri müvəkkəl eləyib cənnət və cəhənnəm haqqında. Və fi hədis Ubad ibn Samit, Ubad ibn Samit hədisində Rasulullah sallallahu aleyhi və səlləm deyir ki, kim şəhadət eləyərsə ki, Allahdan başqa haqq məbud yoxdur və Muhammed onun rəsuludur və İsa Allahın qulu və rəsuludur və əlqahə ilə Məryəmə və kəlimətuhu, yəni onun kəlməsidir ki, Məryəmə və Allah Taala onu ilqa edib və ondan olan bir ruhdur və cənnət haqdır, cəhənnəm haqdır. Allah onu deyir, cənnətə daxil eləyər, əməlinə hansı əməl üzərində olursa olsun. Yəni bu şəhadəti gətirən, Allahdan başqa haqq məbud olmayan və Muhammed sallallahu aleyhi ve sellem Allahın rəsulu olmağına, İsa'nın Allahın qulu və rəsulu olmasına, cənnətin və cəhənnəmin haqq olmasına iman gətirən bu kəsi Allah Taala deyir, cənnətinə daxil edər, hansı əməl üzərində olursa olsun. Hansı əməl üzərində olursa olsun nə deməkdir? Yəni insan günahlar içində, asiliklər içində, yəni sonuçda cənnətdir. Ola bilər birbaşa duxul əl-əvvəliyyə. Və yaxud Allah Taala günahlarını keçsin, etdiyi günahları əzab vermədən cənnətə daxil etsin və ya müəyyən bir əzab çəkərək sonra cənnətə girsin. Sonuçda yeri cənnətdir. Sonuçda yeri cənnətdir. Əl-cənnətu fis-səmai səbiə. Yəni buradakı müəllif deyir ki, 7 qat göyün üzərindədir. Bu hədə sahhə fil hədis. Bu kəlmə hədislə sabitdir. Peyğəmbər sallallahu əleyhi və səlləm bu haqqda xəbər verib. Allah Rəsulu sallallahu əleyhi və səlləm deyir ki, cənnətdə 100 dərəcə var, 100 mərtəbə var deyir. Allah onları mücahidlərə, Allah yolunda vuruşanlara vəd vermişdir. Və hər bir dərəcə arasında, hər 2 dərəcə arasında deyir, yerlə göy arasında məsafə var. فَإِذَا سَأَلْتُمُ اللّٰهَ فَاسْأَلُوهُ الْفِرْدَوْسَ فَإِنَّهُ أَوْسَطُ الْجَنَّةِ وَأَعْلَى الْجَنَّةِ. Allahdan istəyəndə deyir, Firdovs cənnətini istəyin. Çünki o cənnətin ən üstün dərəcəsidir. Firdovs cənnəti. Və onun üzərində artıq Arşur Rahman, Rahmanın ərşidir. Və minhu təfəccəru ənhərul cənnə. Və oradan da artıq cənnətin çayları başlayır. Bu hədis harda gəlir? Buxari rivayət edir. Hədis səhihdir. Və qad alimallahu adədə əhlil cənnəti və mən yədxuluha. Və Allah Taala deyir ki, bilir cənnət əhli kimlərdir, kimlər cənnətə girəcək. Alimə kulli şeyin bi ilmihi. Allah Taala əzəli elmi ilə hər bir şeyi bilir. Ənəhu alimə əhlil cənnə. Əhlil cənnəti də bilir, cənnətə girənləri, kim ora girəcəksə, od sakinlərini də bilir. Və onun elmindən kənar heç bir şey yoxdur, hər bir şey lövh-i məhfuzda yazılmışdır. Və cənnət deyir və cəhənnəm bu iki dar, bu iki yəni məkan əbədidir. Və bəziləri deyir ki, müvəqqətidir. Müvəqqəti olanlara bir növ rəddiyədir. Onlar müvəqqətidir nəyə görə deyirlər? Deyir, Allahdan başqa heç nə əbədi ola bilməz. Belə deyənlər var və bunlara bir növ rəddiyə burada var ki, o elə deyil, cənnət və cəhənnəm əbədidir. Və hunəkə fərq beynə əbədiyyətilləh və əbədiyyətil cənnət və nar. Allahın əbədi olması ilə cənnət və cəhənnəm arasında, əbədi olmasının arasında fərq var deyir. Allahın əbədi olması, yəni onun zatı sifətlərindəndir. Əbədi yaşayan, həy, qayyum. Amma cənnətin və cəhənnəmin əbədi olması, Allah Taala verib o əbədiyyəti onlara. Allah Subhanahu taala onları yaradıb və əbədi edib. Və sonra bəqauhuma ma'a bəqaillahi əbədil əbəd. Yəni Allahın olması ilə cənnət və cəhənnəmdə olacaqdır. Və Adəm haqqında deyir, cənnətdə idi, sonra cənnətdən çıxarıldı. Deyir ki, ləmə xalaqallahu Adəmə və hasala ma hasala min ikramillahi Teala. Allah Taala Adəmi yaratdıqdan sonra, ona nemətlər verdikdən sonra və mələklər ona səcdə etdi. İblis səcdə etmədi. Asılı etdi. Nəyə görə? Həsəddən dolayı asılı etdi. Və bundan sonra Allah Taala Adəmə deyir ki, uskun əntə və zəvcukal cənnə, sən və zövcən, yoldaşın cənnətdə məskunlaşın, fəkulə minhə heythu şi'tumə, və oradan istədiyiniz nə istəyirsinizsə yeyin, için.
Allah subhanahu wa ta'ala onları cənnətə ikram etdikdən sonra iblis gəlir və onları bir növ vəsvəsə eləyir və vadar edir ki, o ağacdan yesinlər və ondan sonra baş verir. Qul nəhbitu minhə cəmiə. Hamılıqla birlikdə yerə enin və qalə Rabbənə zaləmnə ənfusənə və in ləm təğfir lənə və tərhəmnə lənəkunənə minəl xasirin. Və artıq Adəm tövbə eləyir etdiyi günahına görə və deyir ki, Allah subhanahu taala bu haqda buyurur ki, deyir, Rəbbimiz biz zülm etdik nəfsimizə, özümüzə zülm etdik, sən bizi bağışlamasan bizə, rəhm etməsən, həqiqətən də biz xusrana uğrayanlardan olarıq. Və Allah Taala onun tövbəsini qəbul eləyir. Fəasa Ədəmu Rabbəhu fəqava. Quran-ı Kərimdə buyurur ki, Adəm Rəbbinə asilik etdi və səhv yol tutdu. Thumma ictabahu rabbuhu fataba alayh. Sonra Rəbbi onu seçdi və o tövbə etdi. Rəbbinə tövbə etdi. Yəni Allah subhanahu wa ta'ala onun tövbəsini qəbul eləyir və lakin nədir? Müvəqqəti yer üzündə məskunlaşdırır. Adəm və Həvva hər ikisi tövbə edirlər Allaha. İblis isə tövbə etmir və iblis öz azğınlığı üzərində qalır və Allah Taala ona möhlət verir qiyamətə qədər. Və təbii ki, bəllidir ki, söz verib ki, sənin qulların hamısını azdıracam yalnız ixlaslı qullarından başqa. Sonra gəlir, müəllif buyurur ki, vəl imanu bil Məsih Dəccal. Dəccala iman, Məsih Dəccal məsələsinə iman gətirmək haqqında. Bu da Əhl-i Sünnə vəl Cəmaənin usullarındandır ki, bu məsələyə iman gətirmək, çünki bu xəbərlərdə Peyğəmbər sallallahu əleyhi və səlləmin səhih hədislərində bu sabit olmuşdur. Və Dəccal kimdir? Bir məxluqdur, nədir, insandırmı? Adəm evladındandır, yəni insandır o da. Min bəni Ədəm yaxrucu fil yahud və yahudilər tərəfdən çıxacaq. Yahudilər ona beyət eləyəcəklər və Məsih Dəccəl deyirlər. Məsih nə deməkdir? Məsih iki növ gəlir. Məsih Dəccəl, Məsih Dalalə deyirlər və həmçinin Zəlalət Məsihi və Hidayət Məsihi. Zəlalət Məsihi Dəccaldır. Hidayət Məsihi isə kimdir? İsa əleyhissalam. Çünki İsa əleyhissalamın Məsih deyilir. Məsih kəlməsi nədir? Onu da inşallah izah eləyəcəyik. Məsih Dəccəl nəyə görə elə adlandırılıb? Onun sürətli yer üzərində hərəkət etməsinə görədir. Çünki Allah Subhanahu taala ona bir növ o imkanı verib ki, sürətli şəkildə yer üzərində hərəkət eləyə bilir və fitnə, fəsad yayır yer üzərində və Dəccal da ona görə adlandırılıb ki, Dəcələ sözündəndir, Dəcəl. Dəccal sözü nə deməkdir? Yalançı. Dəccal da cim hərfinin şəddəli formasıdır. 2 dənə Dəccal. Yəni çox yalan olan. Hətta innehu yedda'i ennehu Allah və hətta deyir o səviyyəyə gələcək ki, Allah adlandıracaq özünü. Mən Allahım deyəcək. Birinci peyğəmbər kimi gələcək ki, mən rəsulum deyəcək. Və bir müddət sonra nə deyəcək? Allahlıq, ilahlıq iddiasında olacaqdır. Və insanlar fitnəyə düşəcəklər onun səbəbindən. Yəni ona iman gətirən insanlar az olmayacaq. Azan insanlar, ona inanan insanlar az olmayacaq. Çünki cənnəti və cəhənnəmi hətta onlara göstərəcək. Təbii ki, bu haqq olan cənnət cəhənnəm deyil, bir növ onlara bir sehr olaraq, yəni ona verilən o imkanlardan istifadə edərək göstərəcək və xavariqlər olacaq. Xavariq nə deməkdir? Yəni qeyri-adi şeylər. Qeyri-adi insana belə deyək ki, ağlına gəlməyən elə bir şeylər göstərəcək ki, mümkün olmayan bir şeylər. O xavariqlər şeytani xavariqlərdir. Hansı ki, insanları aldadacaq o şeylərdən ki, həqiqətən də bu Allahdır, bu ilahdır. Və o kəramət deyil, bu şeytani xavariqlərdir. Və bu şeylərlə insanları fitnəyə salacaq, insanları azdıracaq və həqiqətən də onun fitnəsi böyükdür. Ən belə deyək, qorxulası fitnədir. Ən çəkiniləsi fitnədir, Dəccalın fitnəsi. Nəyə görə? Çünki bütün peyğəmbərlər ondan Allaha sığınmağı tövsiyə ediblər öz qövmlərinə. Elə bir peyğəmbər gəlməyib ki, öz qövmünə deməsin ki, Dəccalın fitnəsindən Allaha sığın. Və bizim Peyğəmbər sallallahu aleyhi və səlləm də həmçinin və fikir verən namazda da belə biz hər namazın belə deyək, sonunda Dəccalın fitnəsindən Allaha sığınırıq. Bunu Allah Rəsulu tövsiyə edib öz ümmətinə. 4 şeydən Allaha sığınır.
Birinci nədir? Allahumma inni a'udhu bika min azabil cəhənnəm. Allahım cəhənnəmin əzabından, qəbrin əzabından, və min azabil qabr, və min fitnətil məhyə vəl məmət. Ölümün və həyatın, dünyanın fitnəsindən və sonra və min fitnətil məsih dəccəl və məsih dəccəlin fitnəsindən sənə sığınıram. Yer üzünə gələn ən böyük fitnədir deyir. Amma Məsih, hidayət Məsihi deyildikdə İsa aleyhissalam o deyir yer göydən nazil olacaq və Dəccalı axırda Məsih Dəccal axırda kim öldürəcək? İsa aleyhissalam. İsa aleyhissalam axırda Məsih Dəccəli öldürəcək. Və onunla da müsəlmanlar artıq bir növ rahatçılıq, müsəlmanların rahatçılığı olacaqdır. Və sonra gəlir niyə görə İsa Məsih İsa deyirik. Məsih Dəccal bildik. Nəyə görə? Sürətli yer üzərində hərəkət etdiyinə görə. Sürətli şəkildə. Məsih İsa ona görə deyirlər ki, bir növ məs sözündəndir. Məs çəkmək. Və Allah Teala ona o imkanı verib, o möcüzəni verib ki, Allahın izni ilə o elə bir xəstə, yəni kora əl çəkəcək, gözü görəcək və ya hansı bir əlil ona əl çəkəcək, gözü görəcək. Ona görə Məsih deyirlər ona. Və sonra növbəti məsələ qalil müəllif. Müəllif deyir ki, rahiməhullah, وَالْإِيمَانُ بِنُزُولِ عِيسَى بْنِ مَرْيَمْ يَنْزِلُ فَيَقْتُلُ الدَّجَّالِ Və həmçinin İsa aleyhissalamın nazil olmasına və Dəccalı öldürməsinə iman gətirmək. Bu da iman məsələlərindəndir. Buna da iman gətirmək lazımdır. وَيُصَلِّ خَلْفَ قَائِمْ مِنْ آلِ Muhammed Və Muhammed sallallahu aleyhi ve sellemin nəslindən olanın, yəni Mehdinin arxasında namaz qılması və öləcək və dəfn olacaq. Yəni müsəlmanlar onu dəfn edəcəklər. Bəllidir ki, İsa aleyhissalamı Allah Teala qaldırıb səmaya. Sonra yenə gələcək. Və sonra artıq müəyyən bu məsələlər həll olundan sonra vəfat eləyəcək və bastırılacaq. Və buna da iman gətiririk. İsa'nın nazil olması qiyamət, İsa aleyhissalam onun nazil olması qiyamətin böyük əlamətlərindəndir. Yəni nuzul kəlməsi, nuzul isə, nuzullə nazil olması, deməli göydən nazil olması. Lənn Allah rafa'ahu. Çünki Allah Teala onu göyə qaldırıb. O vaxt ki, Yahudilər onu öldürmək istəyiblər. Allah Teala onu göyə qaldırır və onlar elə zənn edirlər ki, öldürdülər onu, çarmıxa çəkdilər. Yəni halbuki nə öldürmədilər, nə çarmıxa çəkmədilər. Allah Teala onu səmaya qaldırdı və bu haqda Qurani-Kərimdə Allah Teala buyurur ki: "Və ma qataluhu və ma salabuhu, velakin şubbiha lahum." Onu nə öldürdülər, nə çarmıxa çəkdilər, lakin deyir, onlara onun bənzəri göstərildi. Bəl rafa'ahullahu ileyh. Allah Teala onu qaldırdı. Və Allah subhanahu wa ta'ala bir növ onlara o göstərdi o insanı, hansı ki onun cildində, amma başqa birisi olur. Onlar elə bilir ki, o İsa'dır. Yaxşı, bu kim idi? Bu adam kim idi? Hansına ki, hə? İnkarçı da deyirlər, hansı ki satqın olur, onun yerini deyir İsa'nın. Belə də gəlib rivayətlərdə. Və həmçində gəlib ki, yox, salih biri olub, özünü bir növ belə deyək, qurban verir. Ki, yəni özünü fəda verir. Və burada rivayətlər var, İbn Kəsir gətirir bunları, bu da gəlir İbn Abbasdan yəni nisbət eləyərək. Deyirlər ki, yəni lənə hədər rəcul huvəl-ləzi dəllə aleyh. Yəni bir rivayətə gəlir ki, satqın olur. Belə rivayət. Və başqa rivayətlərə əsasən də deyirlər ki, İsa'nın elə həvarilərindən olur və özünü bir növ fəda verir. Yənzulu fəyaqtul Dəccal. Və İsa aleyhissalam nazil olacaq və Dəccalı qətl edəcək, öldürəcək. Və harda öldürəcək? Bibəb Lud. Lud qapısı. Bəb Lud deyirlər. Həmin məkan adıdır. Həmin yerdə və məruf bir məkandır. İsa aleyhissalam deyir, o Dəccalı təqib eləyəcək, orada Dəccalı görəcək və Dəccal da onu gördükdən sonra bir növ, yəni buz suda necə əriyirsə, belə əriyib zəifləyəcək və sonra
İsa aleyhisselam onu öldürəcək və ondan sonra insanlar bir növ rahatlıq tapacaqlar. Və yetezevvec və evlənmək məsələsi. İsa aleyhisselamın evlənmək məsələsi səhih bir şey yoxdur. Gəlib ki, evlənəcək belə rivayətlər var, amma səhih bir şey yoxdur, sabit olmayıb bu. Lakin bəzi əsərlərdə gəlib bu, sabit deyil. Amma onun Mehdinin arxasında namaz qılması, bəli, bu sabit olub. Bu gəlib. Və birinci ilk olaraq Mehdi aleyhisselam deyəcək ki, sən qıldır namazı. İsa aleyhisselam qıldırsın. Bu da لأنه ينزل وقت və bu da sübh namazı vaxtı olacaq. وَالْمُسْلِمُونَ مُجْتَمِعُونَ لِلصَّلَاةِ Müsəlmanlar sübh namazına toplaşacaqlar və Mehdi aleyhisselam deyəcək ki, İsa aleyhisselama qıldırsın namazı. O da deyəcək, لا بعدكم لبعد أئمة. Siz bir-birinizə imamsınız. Yəni, özü qıldırmayacaq. İsa aleyhisselam qıldırmayacaq. Mehdi aleyhisselam qıldıracaq və İsa da aleyhisselam onun arxasında namaz qılacaqdır. Mehdi kimdir? Əsl adı Muhammed ibn Abdullah. Yəni, adı Peyğəmbərin adından sallallahu aleyhi ve sellem. Atasının adı da Peyğəmbərin atasının adı. Eynən Peyğəmbər sallallahu aleyhi ve sellemin adı və onun atasının adı nətər idisə, Mehdidə də elədir. Muhammed ibn Abdullah olacaq. Və Həsənin radiyallahu anhu, Həsən ibn Ali, Həsən ibn Ali, onun nəslindən olacaq. Və bu kəlmə ki, öləcək və onu müsəlmanlar dəfn edəcək, yəni İsa aleyhisselam artıq nazil olandan sonra vəfat eləyəcək və vəfat edəndən sonra da bastırılacaqdır. Və Allah Teala bu haqda da buyurur ki: "Və mə cəalnə li bəşərin min qablikəl xuld." Səndən qabaq heç bir bəşərə biz əbədiyyət vermədik. Heç bir bəşərə biz əbədiyyət vermədik deyir. Əfə in mittə fəhumul xalidun. Sən ölsən onlar mı qalacaqlar? Fəhuvə yəmut fi əxiri umrihilləzi kətəbəhullahu ləh. Və Allahın ona yazdığı əcəllə vəfat eləyəcək və müsəlmanlar onu dəfn eləyəcəklər. Sonra iman məsələsi gəlir. İman nə deməkdir? İman nə olan bir şeydir? Söz, əməl, bu kimi imani məsələlər gəlir. Bunu da saxlayaq gələn dərsimizə inşallah. Subhanakallahumma bihamdika əşhədu an la ilaha illa ente əstəğfiruka və etûbü ileyk.